Sabah güclü külək əsəcək gündəm xəbərin efirində 1 iyun tarixidir və bir məlumatı diqqətinizə çatdıracaq. Milli Hidrometeorologiya Xidmətinə istinadən belə ki, sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun 2-sində güclü külək əsəcək və qeyd eləyək ki, məlumatda qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatında Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və küləyin sürəti isə 20,8 metr saniyədən 28,4 metr saniyədək güclənmiş olacaq. Qeyd eləyək ki, ölkənin digər bölgələrində də sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi istisna olunmur və eyni zamanda küləyin sürəti isə məhz digər ərazilərdə 13,9 və 20,7 metr saniyə aralığında dəyişmiş olacaq.